Deməli, uşaqlar danışacağıq quru suları haqqında. Göldür, bataqlıq, buzlaq, yeraltı sular. Göl təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Göllər axarlı, axarsız olur. Əgər göldən çay başlayırsa, həm başlayır, həm tökülürsə, bu axarlı göldür. Əgər göldə sırf çay tökülürsə, amma başlamırsa, bu axarsız göldür. Gölün və bütün ümumiyyətlə su hövzələrinin tərkibində mineral maddələr, duzlar olur. Əgər o duzlar, acılıq verən maqnezium bir çay vasitəsilə göldən gedirsə, axırsa, gölün suyu şirin olur. Amma çay başlamırsa, istəyir lap belə 200 dənə çay tökülsün bir gölə, məsəl üçün Xəzərə onlarla çay tökülür, amma suyu şordur. Niyə? Çünki oradan heç bir çay başlamır. Deməli, çay başlayırsa suyu şirin olur, başlamırsa suyu şor olur. Sonra dünyanın ən duzlu gölləri Ölü dəniz Avrasiyada, Afrikada Asal, Elton Baskunçak, Eir, sonra Azərbaycanda Abşeronun gölləri Binəqədi, Masazır, Küraraz ovalığında Acınohur, Sarısu, Hacıqabul, Ağgöl. Bunlar şor sulu göllərdir. Xəzərə 130-a qədər çay tökülür. Onun səviyyəsi okean səviyyəsinə 27 metr aşağıdadır. Ən dərin yeri Lənkəran çökəkliyidir, 1025 metrdir. Dərinliyinə görə yalnız Baykal və Tanqanikadan geri qalır. Baykal dərinliyinə görə ən dərin göldür. Tanqanika isə Cənubi Amerikada yerləşir, Afrikada yerləşir daha doğrusu. İkinci ən dərin göldür. Üçüncü də Xəzərdir. Mənşəyinə görə göllər tektonik, buzlaq, uçqun, vulkanik axmaz olur. İndi baxacağıq, gəlin baxaq. Tektonik mənşəli göllər Xəzər, Aral, Baykal, Tanqanika, Niyasa Afrikanın məşhur gölləri. Burada aşağıda baxaq, tektonik. Deməli, uşaqlar, biz keçmişdik ki, Horst, Graben. Horst, Graben demişdim ki, bir arx kimi təsəvvür eləsək, arxın dibi Grabendir, kənarlar o yeriyə bildiyimiz hissəsi isə Horstdur. Arxın dibinə su yığılırsa, bu olur tektonik mənşəli göl. Dünyanın ən böyük horstu Ruvenzori horstudur Afrikada. Onun dibinə yığılır sular və burada Tanqanika, Niyasa gölləri əmələ gəlir. Tanqanika, Niyasa. Sonra Rusiyada Baykal, Qazaxstanda Balxaşdır. Bunlar tektonik mənşəli göllərdir. Bir də var ki, qrabenə yığılmır, sadəcə olaraq platformadır. Platforma əyilir, o əyilməyə, çökəkliyə su yığılır və əyilmədəki göllər əmələ gəlir. Məsələn, Afrikada Viktoriyadır. Xəzər, Aral gölləri də bu şəkildədir. Əyilmə zonasının tektonik gölləridir. Sonra Urmiyadır, Labnordur. Buzlaq mənşəli göllər, deməli, 4-cü dövrün buzlaşmasının təsiri ilə yaranan göllərdir. Və Avropada Skandinaviyadır, İsveçdir. İsveçdə Venerin, Vetterin, Finlandiyada Sayma İnari göllərini misal göstərək. Rusiyada Ladoqa, Oneqadır. Şimali Amerikada isə 9 dənə göl idi. 5 dənəsi böyük göllər sistemi, yuxarı Huron, Michigan, Erie, Ontario və yuxarıda böyük kölə, böyük ayı, Atabaska, Winnipeg. Bunlar 4-cü dövr buzlaşmasının təsiri ilə yaranmış göllərdir. Uçqun mənşəli göl isə odur ki, dağ uçur, çayın qarşısını kəsir, uçqun mənşəli göl yaranır. Məsəl üçün, Kiçik Qafqazda Maral gölü, Göy göl, dünyada isə Tacikistanda Sarez gölüdür, Afrikada Tana gölüdür. Tana gölündən də Viktoriyanın Mavi Nil qolu başlayırdı. Deməli, Tana uçqun mənşəli, Sarez uçqun mənşəli göllər oldu. Vulkanik mənşəli gölə isə, məsəl üçün, Azərbaycanda Laçın rayonunda Qaragölü misal göstərərik. Vulkan kraterinə yığılmış suyun nəticəsində yaranıbdır. Van gölü, sonra Van gölü Van gölü İranda yaranmışdı. Bu da demək vulkan mənşəli göldür. Üzr istəyirəm, Van gölü Türkiyədə, Van, Tuz. Laqum mənşəli göllər 2 dənəsinin adını çəkirik. Biri Azərbaycandadır, Şabran rayonunda Ağzı bir çala. Biri də Venezuelada Maracaibo gölüdür, gördüyünüz kimi Cənubi Amerikanın şimalındadır. Və meteorit mənşəli göllər, meteor düşüb yerə, yerdə bir çökəklik yaranıbdır. Və onun içinə də yığılan su Kala gölünü əmələ gətiribdir Estoniyada. Axmaz göllər, deməli, uşaqlar, biri var axarsız göl, axmaz göl. Axarsız tamam başqa anlayışdır. Dedik ki, çaydan göl başlamırsa, ancaq çaya göl tökülürsə, bu axarsız göldür, çay başlamadığına görə. Axmaz göl anlayışı tamam başqa anlayışdır. Məsəl üçün, deyək ki, Kür çayı belə-belə meandr formasında axır. İndi yerin dəyişir, deyək ki, buradan axır.
O əvvəlki axdığı yerdə qalan su gölə çevrilir. Çünki artıq çay oradan axmır. Buna deyilir Kürün axmazları. Sarı sudur, Ağgöldür, Hacıqabuldur, Candar göldür, Mehmanadır. 5 dənə Kürün axmazı var və bunlar şor suludur. Candar göl şirin suludur. Sonra şirin sulu, bax burada sxem göstərilib. Axarlı gölə baxın, göldən çay başlayır. Axarsız isə gölə çay tökülür, amma çay başlamır. Şirin sulu göllər Baykal, Ladoqa, Onega, Venerin, Vetterin və s. göllərdir. Cənubi Amerikada Melankoya adlı göl var. Uşaqlar, keçək bataqlıqlara. Bataqlıqlar necə yaranır? Hansı ərazidə ki, yağıntı çoxdur, buxarlanma qabiliyyəti azdır. Deyək ki, yağıntı 300-dür, buxarlanma qabiliyyəti 200-dür. Burada nə oldu? Yağış buxarlanmadan çoxdursa, yəni bunun 100 millimetri buxarlanmayacaq, yerdə qalacaq və bu bataqlıq formalaşdıracaq. Bataqlığın məntiqi budur. Yəni ki, yağıntı çox olan ərazilərdə qabiliyyət, deyək ki, yağıntıdan azdırsa, bataqlıq formalaşır. Və necə formalaşır? İfrat rütubətlənməyə malik torf qatının qalınlığı 30 sm-dən az olmadığı ərazilərdir. Bataqlığın formalaşma səbəbi torfdur. Torf elə bil ki, torpağın üzünü örtür və qoymur ki, orada bir oksigen mübadiləsi getsin ki, su buxarlansın. Və qalınlığı 30 sm-dən az olmayan ərazilərə bataqlıq deyirik. Hər gölməçəyə bataqlıq demirik. Torfun qalınlığının 30 sm-dən az olduğu və heç olmadığı nəmlənmiş ərazilər bataqlıqlaşmış ərazilərdir, amma bataqlıq deyil. Bataqlıqlar quru sahəsinin 4-6% qədərini əhatə eləyir. Yaranması da müxtəlif amillərlə bağlıdır. Yağıntının miqdarının buxarlanmadan çox olması, qurunt sularının səviyyəsinin səthə yaxın yerləşməsi, daimi donuşluğun olması, hamar relyef və səth axınının zəif olması, çaylarda gürsululuq dövrünün davamlı olması bataqlıqları formalaşdırır. Deməli, bataqlığın yaranmasında əsasən sfaqnum mamırının rolu var. Baxaq. Deməli, dünyada ən böyük bataqlıq Vasyugan bataqlığıdır, Sibir regionundadır. Yer səthinin ifrat nəmlənmiş 30 sm-dən az olmayaraq torf qatı ilə örtülmüş əraziləri bataqlıq adlanır. Gəlin baxaq. Deyir ki, bax, bataqlıqlar çayın qida mənbəyi ola bilər. Uşaqlar, bataqlıqdan çay başlaya bilər. Bataqlıq ilə qidalanan çayların səviyyəsi əsasən demək, sabit olur. Bax, sizə demişdim, ekvatordan başlayan, sonra mülayim dənizdən başlayan çaylar və bataqlıqdan yeraltı suları ilə qidalanan çayların səviyyəsi sabit olur. Bataqlıqlar ekvatorial mülayim subarktik iqlim qurşaqlarında az meyilli ərazilərdə formalaşır. Az meyilli budur. Bax, çay belə axır, tutaq ki, çay deyirəm, yəni ərazinin səth axını deyək də, çay deməyək. Biri var ki, belə bir ərazidir, meyillidir. Burada su qalmayacaq, axacaq üzü aşağı, çay formalaşacaq. Amma ərazinin səthi düzdürsə, yəni su axa bilmirsə, o burada qalırsa, bataqlığın formalaşması başlayır. Deməli, fikir verməli olduğumuz şeylər nədir? Üst bataqlıq, alt bataqlıq. Üst bataqlıqda uşaqlar, deməli, qurudularaq torf əldə edilir, yanacaq kimi istifadə olunur. Onlar su keçirməyən süxur qatı üzərində formalaşır. Hamar relyefə malik su ayrıcılarda yaranır. Torfun qalınlığı 6-10 metr təşkil eləyir. Tundra, meşə tundra, tayqa zonalarında rast gəlinir. Alt bataqlıq nədir bəs? Alt bataqlıq odur ki, göstərəcəm indi sizə üst bataqlığı, alt bataqlığı. Üst bataqlıq budur, üst ərazidə formalaşır. Alt bataqlıq isə su keçirən süxur qatının altındadır. Su keçirən süxurun altında görürsünüz alt bataqlıq. Deməli, alt bataqlıq onlar əsasən mineral tərkibli qurunt suları ilə qidalanır. Amma üst bataqlıq nə ilə qidalanırdı? Demişdik ki, atmosfer yağıntıları ilə, burada yazılmayıb bu. Atmosfer yağıntıları ilə qidalanır. Alt bataqlıq isə qurunt suları ilə qidalanır, yəni yeraltı sular. Qismən qurudularaq münbit əkin sahəsinə çevrilir, torfun qalınlığı azdır. Alt bataqlıq əsas bataqlıq deyil də, loru desək. Üst bataqlıq isə əsas bataqlıqdır, yanacaq kimi istifadə olunur. Bundan isə torf kimi, yəni ki, ərazilərdə torflaşdırılmasında istifadə olunur.
Bu üst bataqlıq qalındır, alt bataqlıq nazikdir. Əsasən meşə və meşə çöl zonasındadır. Üst bataqlıq tundra, meşə tundra tayqa zonasındadır. Su keçirən suxurların üzərində yaranır. Keçmiş göllərin, çayların dərələrində formalaşır. Sonra deyir ki, alimlər hesab edirlər ki, bataqlıqlar karbon qazını meşələrdən daha da udaraq istixana effektini artmasına mane olur. Belə ki, bir il ərzində 1 kvadrat kilometr bataqlıq ərazisi eyni sahəyə malik meşə sahəsindən 10-15 dəfə artıq karbonu udur, havaya da oksigen verir. Lakin bataqlıqlarda yaranan metan qazı iqlimin istiləşməsinə təsir edir. Aha, bu belə. Sonra deyir ki, bataqlıqların ən çox yayıldığı ölkə Rusiyadır. Bunun üçün şərait, yəni buna imkan verir. Çünki uşaqlar, orada bilirsiniz ki, rütubətlənmə əmsalı vahiddən böyükdür, buxarlanma qabiliyyəti zəifdir, yağıntı çoxdur. Ona görə də bataqlıqlaşmaya münbit şərait var orada. Donmuş suxurlar suyu keçirtmir. Ob ırtış çaylarının arasında Vasyukan bataqlığı 800 minə yaxın kiçik göl var Rusiyada. Yeraltı sulardan danışırıq. Deməli, yeraltı sular, uşaqlar bölünür. Qurut suları arteziyan sularına. Baxın, arteziyan quyusu necə formalaşır. Bilmirəm, görmürsünüz ya yox rayonlarda. Məsəl üçün, Araz ovalığındakı rayonlarda kaçalkalar var, kaçalkalar. O da hansı ərazilərdədir? Harda ki, yəni axar su yoxdur, harda ki, məsəl üçün evlərə su gəlmir, o insanlar kaçalkalardan istifadə edirlər. Kaçalkalar da arteziyan sularının arasına gedir. Yəni ki, necə? O qurğunu yerin dərinliyinə bastırırlar müxtəlif vasitə ilə. Və iki su keçirtməyən layın arasında arteziyan suları formalaşır. O arteziyan sularda kaçalka vasitəsilə istifadə olunur. Biri var, 2 dənə su keçirtməyən lay arası. Biri də var ki, ilk su keçirtməyən layın arası. Bax, bu qəhvəyi ərazi su keçirtməyən laydır. İkisinin arasında olan suya deyilir arteziyan suyu. Bir su keçirtməyən layın üzərindəki suya deyilir qurut suyu. İndi baxaq, görək burada nə yazıb. Deyir ki, iki suya davamlı layın arasında yerləşən suya layarası suları və ya arteziyan suları deyilir. Onlar qurut sularından aşağıda yerləşir. Qurut sularına nə deyilir? Birinci suya davamlı layın üzərində yerləşən sulara qurut suları deyilir. Onlar quyular qazılarkən səthə çıxır. Yerdə qurut sularının paylanmasında müxtəliflik müşahidə olunur. Layarası sulardan istifadə etmək üçün qazılan quyulara arteziyan quyuları deyilir. Dünyada ən böyük arteziyan hövzəsi Qərbi Sibir, böyük arteziyan hövzəsi Avstraliyada, Böyük Səhrada, Mərkəzi Asiyadadır. Bir də deyək, ən böyük arteziyanlar hardadır? Qərbi Sibir, sonra Avstraliyada böyük arteziyan hövzəsi, Böyük Səhra, Mərkəzi Asiyadadır. Azərbaycanda uşaqlar ümumiyyətlə Qafqaz regionunun ən böyük arteziyan hövzəsi Kür-Araz ovalığıdır. Kür-Araz ovalığında qurut sularının dərinliyi 1,5 metr dərinlikdədir. Demişdik ki, baxın, biri var şirin qurut suları, biri var şor qurut suları. Şirin qurut suları, deməli, Qusar maylı düzənlik, Qanıq-Əyri çay, Lənkəran ovalığı, sonra Kür-Araz ovalığında Tuqay meşələri. Burada demişdik ki, şirin qurut suları yer səthinə yaxın yerləşir. Şor qurut suları isə Kür-Araz ovalığında, deməli, Mil, Muğandır, orada Şirvan, Salyan və s. düzlərdədir. Və o şorluğu aradan qaldırmaq üçün, həmin torpaqlardan istifadə etmək üçün kollektor drenaj şəbəkəsindən istifadə olunur. Deməli, orada Baş-Mil Qarabağ, Baş-Mil Muğan kollektorlarından istifadə olunur. Və bu kollektorlar arxa oxşayan vasitələrdə düşünün ki, belə. Kür-Araz ovalığından çəkilir, Xəzər dənizinə axıdılır. Buzlaqlara fikir verək. Deməli, buzlaqlar qar xəttindən yuxarıda yerləşən, yəni ki, qarın əriməyə macal tapmadığı ərazilərdir. Tədricən sıxılaraq deyir ki, qar dənəvər formaya, bunlar vacib deyil uşaqlar, gəlin diqqət eləyək nəyə? Sizə deyim ki, daimi qar xətti nə olan şeydir? Daimi qar xətti yayın cırhacırında belə buzun ərimədiyi ərazilərdir. Bu da müxtəlif enliklərdə, müxtəlif hündürlüklərdə olur. Məsəl üçün, deyək ki, bura tropik ərazidir, tropiklər yerləşən yerdir.
və burada qar xətti 5000-6000 metr hündürlükdən keçəcək. Çünki ərazi istidir, qar əriməyə macal tapmır ən hündür zirvələrdə. Ekvatorda 4500-5000, tropiklərdə 5000-6000, subtropikdə, yəni Azərbaycan da ora aiddir, 3500-4300. Məsəl üçün, Azərbaycanda qar xətti 3900 metrdən keçir. Sonra Alp dağlarında 2500, Uralda 1050-dir, Qrenlandiyada 5500-dür, qütb enliklərində 0-dır. 0 metr daimi qar xəttidir. Bu o deməkdir ki, yəni orada ayağımızın altında qar xətti var, qar var. Əriməyə macal tapmır, soyuq ərazidir. Sonra, deməli, dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaclarda yaranır. Ən böyük dağ buzlağı Alyaska, Himalay, Hindukuş, Pamir, Tian-Şan dağlarındadır. Sonra, materiklərdə isə, yəni ki, məsəl üçün, Antarktida materikidir, Qrenlandiyadır, bunlarda daimi qar xətti var. Yəni ki, materikin üzəri qarla örtülüdür. Aysberg də nədir? Materikdən qırılıb suyun içinə düşən buzdur. Bu da olur aysberg. Aysberglər şirin sulu olur. Buzlaqlar iki yerə bölünür. Okean buzlaqları şor olur, nazik olur. Çünki okean suyunun donmasından yaranıbdır. Quru buzlaqları isə şirin sulu olur. Çünki qarın əriməsindən yaranıbdır. Başa düşdünüz? Quru buzlaqları şirindir, okean buzlaqları şordur. Petçenko buzlağı da Pamir dağlarında yerləşir. Su anbarları haqqında isə şəkil göndərərəm, oradan əzbərləyərsiniz.